Deməli, başlayaq histologiyanın davamından. Histologiya keçəndə dedik ki, hüceyrə divarı və onun altında da plazmatik membrandan ibarətdir. Bu plazmatik membran iki lipid cərgəsi və bir lipid qatından ibarətdir. Yəni cərgə bu bənövşəyi rəng olan hissələrdir, qat isə bunun özü bütövlükdədir. Bu plazmatik membranda zülallara, karbohidratlara, sonra xolesterin dənəciklərinə, hətta lipidlərə də rast gəlmək olar. Bu membran quruluşuna görə, yəni stoplazmada həlməşik bir maddə idi və stoplazmanın daxilində də orqanoidlər var idi. Səsiz gəlmirəm. Bayaqdan izah edirəm. Videodan mı düşür səsim bildiyim qədər. Video gedir, videoda düşür səsim. Deməli, bu membran quruluşuna görə demişdik ki, bir membranlı stoplazmanın daxilində orqanoidlər var və bu orqanoidlər bir membranlı və iki membranlı ola bilər və bir də membransız ola bilər. Bir membranlı orqanoidlərə aid, ümumiyyətlə orqanoidlərdən danışanda qoyanda deyim ki, bax elə bir ki, hüceyrədir bu. Hüceyrənin tərkibində çoxlu orqanoidlər var. Hər bir orqanoidin özünün funksiyası var. Yəni, hərəsi bir iş görür. Bu iş görmə qabiliyyəti, iş görmə xüsusiyyəti hüceyrənin həyatını, yaşamını təmin edir. İndi burada bir membranlı orqanoidlərə aid endoplazmatik şəbəkə, Golgi kompleksi, lizosomlar. Endoplazmatik şəbəkə nədir? Endoplazmatik şəbəkə, bax, bu göstərilən quruluşdur. Bax, bu göstərilən quruluşdur. Və sanki hüceyrənin içərisində belə bir kanallar şəklində yerləşibdir. Belə bir kanallar şəklində endoplazmatik şəbəkə yerləşibdir. Endoplazmatik şəbəkənin iki dənə növü var. Birincisi dənəvər endoplazmatik şəbəkədir. İkincisi deməli hamar endoplazmatik şəbəkədir. Dənəvər endoplazmatik şəbəkənin üzərində ribosomlar var. Və o ribosomlar ona zülal sintez etmə xüsusiyyəti verir. Burada hüceyrənin şəklini axtarıram ki, daha yaxşı izah edeyim. Deyəsən, amma yoxdur. Dənəvər endoplazmatik şəbəkənin üzərində ribosomlar var və o ribosomlar ona dənəvərlik verir və zülal sintezini həyata keçirməyə kömək edir. Deməli, dənəvər endoplazmatik şəbəkədə nə sintez olundu? Zülal. Zülal və burada sadəcə ribosomlar bunu həyata keçirdi. Zülal və nəyi var bunun? Ribosomu var. Hamar endoplazmatik şəbəkə isə lipidlər, yəni yağlar və karbohidratlar sintez edəcək. Karbohidratlar sintez edəcək. Və onu hüceyrənin daxilində daşıyacaq. Deməli, endoplazmatik şəbəkə hüceyrə daxili daşınmanı təmin edəcək. Lipid də əmələ gətirə biləcək, karbohidrat da əmələ gətirə biləcək, zülal da. Dənəvəri zülal əmələ gətirəcək, hamarı karbohidratla lipid. Artıq sən lipid tərkibli bir maddə görsən, məsələn, deyək ki, cinsiyyət hormonları. Deyəcək, bu hamar endoplazmatik şəbəkədə sintez oluna bilər. Məsələn, zülal tərkibli hormon bilsək, tutaq ki, trioksin. Trioksin zülal tərkibli bir hormondur. Onda mən deyərəm ki, trioksin dənəvər endoplazmatik şəbəkədə sintez olunur. Çünki zülallar dənəvərdədir. Lipidlər isə hamardadır. Bu şəkildə. Sonra gələk Golgi kompleksinə. Golgi kompleksinin şəkli bax, burada veriləndir. Bu ikincidir. Bu Golgi kompleksi, fikir versəniz, o da kanallardan ibarətdir və kiçik-kiçik ətrafında belə bir borucuqlar var. Golgi kompleksinin adı onu deməli müəyyən etmiş alimin adı ilə, yəni Golginin adı ilə bağlıdır. Golgi ilk dəfə sinir hüceyrələrinə baxarkən bu torvarı orada bax belə kompleks şəkildə orqanoidi görmüşdü və bunu Golgi kompleksi demişdi. Amma Golgi kompleksi dənəvər endoplazmatik şəbəkədən və digər orqanoidlərdən fərqli olaraq müxtəlif canlılarda müxtəlif görünüşdə ola bilər. Məsələn, bitkilərdə oraq var idi. Mən belə yadda saxlayıram ki, bitkini nə ilə biçirlər? Oraqla. Oraq. Deməli, bitkilərdə oraq var idi. Sonra bakteriyalarda, bakteriyanın basil formalarına çubuqlar deyirik də, biz çöplər deyirik. Bakteriyalarda çubuq şəkillidir. Heyvanlarda sinir hüceyrələri tor formada olur da. Heyvanlarda sinir hüceyrələrində tor şəkillidir. Bu şəkildə müxtəlif hüceyrələrdə müxtəlif görünüşdə ola bilər. Bax, bu sualda gəlib bizə testlərdə qarşımıza çıxacaq.
Golgi kompleksində eyni hamar endoplazmatik şəbəkədə olduğu kimi karbohidratlar və lipidlər sintez olunur. Və hamar endoplazmatik şəbəkə ilə dənəvər endoplazmatik şəbəkə bunu hüceyrənin daxilində daşıdığı halda Golgi kompleksi, bax bu şariklər var, balaca ətrafında. Onların içərisinə toplayır bu maddələri, hüceyrənin xaricinə də ötürür. Hüceyrənin xaricinə də çıxarır bu maddələri. Hüceyrə xarici daşınmanı həyata keçirəcək onda nə? Golgi kompleksi. Bundan başqa Golgi kompleksinin bu şariklərinin biri gedir, qəşəng inkişaf eləyir özü üçün, inkişaf eləyir. Və bu dənəvər endoplazmatik şəbəkədən fermentləri oğurluyur. Hanki zülallar axı fermentlər axı zülal tərkiblidir. Kimyadan keçmisiniz. Bu zülalları dənəvərdən oğurluyur, öz daxili hissəsinə, boşluğuna doldurur. Dolduran kimi bunun adı olur lizosom. Artıq bu lizosomlar özləri bir organoid olmuş olur. Və bu organoidlər hüceyrə daxilindəki həzmi həyata keçirirlər. Hüceyrə daxili həzmi həyata keçirirlər. İndi lizosomlar harda formalaşdı? Deyəcəyik ki, nədir? Golgi kompleksində formalaşdı. Bəs onun fermentləri harda əmələ gəldi? Fermentləri harda qazandı? Deyəcəyik ki, o da fermentləri, bax lizosomlar bulardır. Dənəvər endoplazmatik şəbəkədən almış olur. Bu şəkildə. Sonra məsələn, deyirik ki, plazmatik membranın, bax daxildə deyirik ki, qatlar əmələ gətirir. Bu qatlar onda nə edəcək? Plazmatik membranın təzələnməsini həyata keçirəcək. Plazmatik membranın təzələnməsini həyata keçirən onda olacaq nə? Hamar endoplazmatik, ümumiyyətlə də endoplazmatik şəbəkə. Hamar deməyək də, endoplazmatik şəbəkə plazmatik membranın təzələnməsini həyata keçirir. Bu şəkildə, bax bu sadaladıqlarım xüsusiyyətlər organoidlərin əsas xüsusiyyətləridir. Testlərdə qarşınıza çıxacaq xüsusiyyətləridir. Gələk ondan sonra iki membranlı organoidlərə. İki membranlı organoidlərdə deməli, yəni adı üstündə iki membrandan ibarətdir. Bunlara mitoxondri ilə plastid aiddir. Mən deyirəm ki, həmişə bu mitoxondri ilə plastid elə bil ki, bir bacı qardaşdırlar. Sanki plastid bir bacıdır, mitoxondri də bir qardaşdır. Nə edir? Deməli, plastidlər bitki hüceyrələrində olur və iki membranlıdır. 3 dənə bunun forması var. Bu 3 formaya aiddir xromoplast, xloroplast və leykoplastlar. Xloroplastlar işıqdan xlorofilin deməli köməkliyi ilə fotosintezi həyata keçirir və fotosintez zamanı xloroplastlar oksigeni ayırır və bir də karbon qazını qəbul edir, əmələ gətirir əsas maddəsi olan glikozanı. C6, H12, O6-nı. Bunu kim elədi? Xloroplast. Üzvü maddə əmələ gətirdi, oksigen əmələ gətirdi, karbon qazını da uddu. Leykoplastlar isə bu prosesi həyata keçmir. Amma bu əmələ gələn üzvü maddəni özündə toplayır leykoplastlar. Məsələn, xloroplast bitkinin yaşıl hissələrində olacaq. Yarpaqlarında, gövdəsində, bu şəkildə. Leykoplastlar isə, məsələn, kartofun içi ağdır. Deməli, leykoplastlar orada yerləşir. Ehtiyat qida maddəsi toplayır. Almanın ləti ağdır. Deməli, orada da leykoplastlar var. Ehtiyat qida maddəsi toplayır. Bu şəkildə ağ rəngdə olduğu üçün leykoplastlar. Biz ağ hissələrdə leykoplastları müşahidə edə bilərik, yəni bilə bilərik. Sonra bir də var xromoplastlar. Xromoplastın 2 dənə rəngi var. Narıncı və narıncı və bir dəqiqə gözləyin. Ay ata, sahili çağırırsansa gəl qapıda çağır. Dərs keçirəm axı. Baya nə də qışqırır? Hə, üzr hesab edin. Deməli, xromoplastların isə 2 rəngi var. Narıncı, qələmi götürüm. Narıncı və bir də qırmızı. Məsələn, deyək ki, narıncı rəngində var, portağal rəngi var narıncı, sarı rəngdə limon var, almanın qırmızı rəngi, gülün qırmızı rəngi. Bunlar olacaq artıq xromoplastların fəaliyyəti nəticəsində, yəni görüntü. Biz bunu bilmiş olacağıq.
Sonra indi bax burada xloroplastda elə bir şey bu oksigen əmələ gəldi. Mitoxondrilər isə o da iki membranlıdır və hüceyrənin tənəffüsünü həyata keçirir. Qoca mitoxondrilər haqqında danışır burada. Yox. Yuxarıda dedikdilər. Deməli, mitoxondrilər isə mitoz, sap, tel, xondrion, dənəvər deməkdir. Mitoxondrilər isə hüceyrənin tənəffüsünü həyata keçirir. Yəni, xloroplastın əmələ gəldiyi oksigen gedir mitoxondri tərəfindən udulur, O2. Və əvəzinə karbon qazını xaric edir özündən. Bunun əvəzinə bəs nə toplayır? Nəsə əmələ gətirməlidir də, bu proses nədənsə olmalıdır. Bunun əvəzində ATF, yəni enerji əmələ gətirir mitoxondrilər. Enerjini əmələ gətirirlər. Bu da belə. İndi bunların ikisini də öyrəndiyimizə görə müqayisəli şəkildə ayrı-ayrılıqda baxaq. Ayrı-ayrılıqda baxdıqda, bax, mitoxondrilər bu görüntüyə malikdir. Bunun içərisində kiçik çıxıntılar var. Daxili membranın çıxıntıları var. Bu çıxıntıların adı kristlərdir. Krist, pipik çıxıntı deməkdir. Pipik çıxıntı deməkdir. Çıxıntı deməkdir. Bu kristlərin üzərində elə bir ki, belə deyək də, tutaq ki, bir dənə bu mitoxondr olsun, qaloşa bənzər. Nə deyək, bunu nətər çəkək, belə çəkək. Burada çoxlu belə kristlər olsun. Bu kristlərin üzərində kiçik ribosomlar var. Biz ribosomun olduğu yerləri deyəcək, ribosom harda varsa, orada zülal var. Deməli, kristlərin üzərində ribosom olduğu üçün biz deyəcəyik ki, mitoxondri zülal sintez etmək qabiliyyətinə malikdir. Yəni, mitoxondridə zülala rast gəlinəcək. Kristlərin üzərindəki ribosomlar sayəsində. Sonra, bunun daxili maye mühiti adlanacaq nə? Matrix. İndi, ribosomun daxili maye mühitində deyəcək zülala rast gəlinir. Onu da kimə əmələ gətirdi? Kristlərin üzərindəki ribosomlar. Bu şəkildə. Mitoxondrinin özünün həm RNT-si var, həm də DNT-si var. Yəni, bu mitoxondri hüceyrədən bağımsız olaraq özü ikiyə bölünməklə, eyni bakteriya kimi sadə bir şəkildə ikiyə bölünməklə çoxala bilir. Özü sadə rahatçılıqla istədiyi vaxt çoxala bilir, bölünə bilir, sadə ikiyə bölünmə yolu ilə. Çünki niyə? Bunun DNT-si də var, RNT-si də var. Ona görə. Bax, eyni xloroplastda da eyni xüsusiyyətdir. Deyəcəyik ki, DNT-si var, RNT-si var xloroplastlarda. Dediyimiz kimi də bunlar bacı-qardaş eləbi orqanoidlərdir. DNT-si var, RNT-si var. Eyni şəkildə bu plastidlər də özlərinə əmələ gətirə bilirlər. Yəni, sadə ikiyə bölünmə yoluyla çoxala bilirlər bu orqanoidlər. Və bundan əlavə, bu xloroplastların daxilində tilakoidlər var. Tilakoidlər elə bir ki, belə qəpiklərdir. Bu qəpiklər üst-üstə yığılır. Bax, belə bir yığıntı əmələ gətirir. Burada tam görünmür. Bax, burada yığıntılar var əslində. Üst-üstə yığılır, əmələ gətirir qranları. Bu qranların üzərində də bayaq dediyimiz kimi ribosomlar var. Bax, burada kiçik üzərində ribosomlar var. Deməli, xloroplast da eyni şəkildə zülal sintez etmək qabiliyyətinə malikdir. Yəni, xloroplastın daxilində də zülala rast gəlinəcək. Xloroplastın daxili maye mühiti stroma adlanır. Stroma döşənək deməkdir. Daxili maye mühiti stroma adlanır. İndi müqayisəli baxaq. Bunun daxili çıxıntılı hissəsinə adlandı? Krist. Bunun daxili çıxıntısı hissəsinə adlandı? Qranlar. Qranlar nələrdən əmələ gəldi? Qəpik formalı tilakoidlərdən. Bu zülal sintez edə bilir mitoxondrilər. Bəli, edə bilir. Xloroplastlarda zülal sintez etmə qabiliyyəti var? Bəli, var. Niyə? Çünki ikisində də ribosoma rast gəlinir. Mitoxondrilər necə çoxalır? DNT-si, RNT-si olduğuna görə özü ikiyə bölünərək çoxalır. Eyni şəkildə xloroplastlar necə çoxalır? O da DNT-si və RNT-si olduğuna görə ikiyə bölünərək çoxalır. Mitoxondrinin işi nədir? ATF sintez eləmək, yəni enerji sintez eləmək. ATF-sini. Bunun üçün nədən istifadə edir? Oksigenden istifadə edir, karbon qazı əmələ gətirir.
Bəs xloroplastlar neynədir? Xloroplastlar karbon qazından istifadə eləyəcək, oksigen əmələ gətirəcək və bu proses zamanında əsas işi nədir bunun? Glikoza sintez eləmək, yəni qida maddəsi, glikoz əmələ gətirmək. Mitoxondrilər indi enerji sintez eləyirsə əgər, o zaman biz deyəcəyik ki, işlək orqanlarda, məsələn, əzələlərdə mitoxondrilərin sayı daha çox olacaq. Hansı orqan çox işləyirsə, o orqanda mitoxondrinin sayı çox olar. Çünki orada gücə ehtiyac var da. O gücü də yaradan bizim enerji stansiyamızda nədir? Mitoxondridir. O gücü də bizə yaradan mitoxondrilərdir. Ona görə hüceyrənin enerjini təmin edən mitoxondridir. Ən çox işləyən orqanlarda ən çox sayda mitoxondriyə rast gəlinər. Bu da belə. Ümid edirəm bu hissəsi aydın oldu. Gələk membransız, membranlı olmayanlara. Membranlı olmayanlar bayaqdan adı keçən namı dəyər ribosomlardır. Soma bədən deməkdir. Ribos kiçik deməkdir deyəsən. Ribosomlar iki hissədən ibarətdir. Böyük və kiçik hissələr. Bax bu böyük hissədə, kiçik hissədə, ikisi də nüvədə əmələ gəlir, nüvəcikdə əmələ gəlir. Nüvəcikdə bunun belə bir böyük hissəsi əmələ gəlir, bir də balaca bir kiçik hissəsi əmələ gəlir. Amma bu böyük kiçik hissələr çıxır ya stoplazma da birləşir. Stoplazma da birləşir. Spot yazdım, stop yazmalı etməsində. Stoplazma da birləşir. Ya mitoxondri də birləşir. Ya xloroplastda. Və başqa harda? Ya da dənəvər endoplazmatik şəbəkədə. Yəni ribosomlara bu 4 dənə strukturda rast gəlinir. Məsələn, sənə deyir ki, formalaşmış ribosomlara harda rast gəlinir? Deyərsən stoplazmada, mitoxondridə, xloroplastda, dənəvər endoplazmatik şəbəkədə. Bitki hüceyrəsindən söhbət gedirsə təbii ki. Heyvan hüceyrəsi desə stoplazma, mitoxondri, dənəvər endoplazmatik şəbəkə deyəcəyik. Amma deyir ki, ribosomun hissəciklərinə harda rast gəlinir? Hissəciklər deyəndə avtomatik nüvəci də götürə bilər. Çünki hissəciklər onsuz da orada əmələ gəlir. Ribosomun hissəcikləri nüvəcikdə əmələ gəlmiş olacaq. Ribosomlar zülal sintez eləyir. Ribosom harda varsa orada zülal var. Stoplazmada varsa stoplazmada zülal var. Mitoxondridə, xloroplastda, dənəvər endoplazmatik şəbəkədə. Harda varsa orada zülala rast gəlinir. Amma özü təklikdə zülal sintez eləyə bilmir. Yəni bu formada zülal sintez eləyə bilmir. Bundan bir 3-4 dənə belə yan-yana olmalıdır ki, o zülal sintez eləyə bilsin. 3-4 dənə yox, daha doğrusu. Gəl sayı dəqiq deyək də. Bundan sonra biokimya gəlir orada əjdaha boyda. 4-dən 40-a qədər olmalıdır ki, polisom əmələ gətirsin. Və bu polisomlar nəticəsində də zülal sintez eləyə bilsin bu. Bu şəkildə. Bu da ribosomlar. Sonra gələk hüceyrə mərkəzinə. Hüceyrə mərkəzi, bax burada nə dedik? Böyük və kiçik hissələrdən ibarət, iki hissəcikdən ibarətdir ribosom. Hüceyrə mərkəzi isə perpendikulyar olan iki eyni ölçülü sentriollardan ibarətdir. Kiçik sentriol borucuklar, kiçik sentriol eyni ölçülü borucuklar bir bu formada, bir də buna perpendikulyar olan bu formada hüceyrə mərkəzini əmələ gətirir. Hüceyrə mərkəzinin membranı yoxdur və hüceyrə mərkəzinin əsas işi hüceyrənin bölünməsini təmin etməkdir. Amma elə hüceyrələr ola bilər ki, orada hüceyrə mərkəzi olmasın. Məsələn, ali bitkilərdə, ibtidai göbələklərdə, ibtidai yosunlarda, insanın yumurta hüceyrəsində hüceyrə mərkəzinə rast gəlinmir. Hüceyrə mərkəzi olmur onların. Bu şəkildə. Yenicə mərkəzinin işi dedikdə, burada yazılıb, bölünmə prosesini, hüceyrənin bölünmə prosesini həyata keçirir. Bu qədər. Hüceyrənin hərəkət orqanoidlərinə gəldikdə, hüceyrənin hərəkət orqanoidləri kirpiklər, qamçılar, miofibrillər və yalançı ayaqlardır. Qadın orqanizmində 3 növ hərəkət orqanoidinə rast gəlinir hüceyrənin. Kişi orqanizmində isə spermatozoidlər olduğu üçün 4 növ hərəkət orqanoidinə rast gəlinir. Bunu unutmayın. Çünki qadında qamçılı bir hüceyrə yoxdur. Kirpik var, məsələn, tənəffüs yollarında, traxeyalarda. Miofibril var əzələlərdə, yalançı ayaq var leykositlərdə. Eyni orqanlar kişilərdə də var. Plus, qadınlarda spermatozoid yoxdur, kişilərdə spermatozoid var. Ona görə kişilərdə plus qamçılı orqanoidlər də var. Ona görə kişilərdə 4-dür, qadınlarda 3 növ hərəkət orqanoidinə malik hüceyrə var. İndi,
Buna aid sizə testlərdə nə çıxacaq? Hansı ki, burada kiçik-kiçik nüanslarla biz onu qeyd elədik. Bax, deməli, hüceyrənin ən qədim orqanoidi desə, hərəkət orqanoidi desə, deyəsən, ən qədim hərəkət orqanoidi qamçıdır. Çünki bax, ümumiyyətlə, ən qədim canlı hüceyrə bakteriyadır. Bakteriyanın da qamçısı var idi. Ona görə qamçı ən qədim hərəkət orqanoididir. Sonra, bakteriyanın ribosomu var idi. Ona görə ən qədim orqanoid ribosomdur. Görə bunlar da var. Yox, ardında katabolizm, metabolizmdir. Və bir də deyirlər ki, ən qədim struktur. Orqanoid yox, struktur. Struktur. Ən qədim struktur isə olacaq xromosom. Bu qədər. Bir də mən əlavə olaraq danışmaq istəyirəm nüvədən, nüvəcikdən və xromosomlardan. Deməli, bütün bu orqanoidlərdən sonra, yəni lizosom, hamısını dedik demək olar, gəldik nüvəyə. Nüvə iki membranlı bir orqanoid deyil, hüceyrənin bir hissəsidir, strukturudur. İki membranlıdır. İki membranlıdırsa, deməli, bunun 4 dənə lipid cərgəsi var. Və nüvənin səthi, yəni membran səthi, keçirici, tam keçiricidir və çoxlu orada məsamələr var. Onun daxilində nüvəcik var, amma nüvəciyin membranı yoxdur. Biz onu belə quruluş olaraq və göstərmək üçün çəkirəm də bunu. Bu belə deyək də, buradan bir sarı bir şey çəkim. Deyək ki, bu nüvəcikdir, yəni bunun membranı yoxdur. Nüvəciyin içərisində ribosomlar əmələ gəlir, ribosomun hissəcikləri əmələ gəlir. O hissəciklər xarica çıxır və neyinir? Deməli, zula sintez eləməyə başlayır və xaricdə birləşir. Bundan başqa, nüvənin daxilində DNT-yə və RNT-yə rast gəlinəcək. DNT-yə və RNT-yə rast gəlinəcək. Ümumiyyətlə, bizim deyəndə bütün evkaryot canlılarda DNT nüvə tərəfindən qorunur. Yəni, nüvənin əsas işi bax bu DNT-nin, irsi materialı qorumaqdır. Bundan başqa, bir də bir şey deyək. İndi DNT-yə hüceyrədə harada rast gəlindi? Mitoxondriyada rast gəlindi DNT-yə, nüvədə rast gəlindi DNT-yə, bir də xloroplastda rast gəlinəcək ki, DNT-si var özünün. Şəxsi DNT-si var. RNT-si endoplazmatik şəbəkədə var, amma endoplazmatik şəbəkədə DNT yoxdur. Bu haqda bir də bir şey. Xromosomlardan danışaq. Bax, xromosomlar hüceyrənin strukturudur. Hansı ki, bax bu DNT-lər hüceyrə bölünərkən DNT özünə zülalları birləşdirərək, sanki belə deyək də, belə bir burulmalar əmələ gətirir. Qopun başqa rəng deyileyim, görünsün. Sarı rəng görünmür. Təsəvvür edin ki, zülallarla, histon zülalları ilə DNT bax bu şəkildə burulur. Burulur, əmələ gətirir xromosomun xromatidini. Bax, bu elə bilin ki, xromatiddir. Nəydən əmələ gəldi xromatin, yaxud da xromatid? Zülal və üstə gələk DNT-dən. Xromosom deyək də, xromo rəng, soma bədən və yaxud da cisim deməkdir. Əgər testdə qarşınıza çıxsa ki, rəngli cisim nəydən əmələ gəlib? Rəngli cisim demək xromosom deməkdir. Xromosom nədən əmələ gəldi? DNT-dən və zülaldan. Buruldu, əmələ gətirdi xromosomu. İnsan cüt xromosomlara malikdir. Məsələn, deyirik, 2n46-dır. Amma fikir verirsən, mən burada tək xromosom çəkmişəm. Bu təkidir bunun. Bu təkdir. Bunun cütü, bax bu haploiddir, N xromosomdur. Bunun ikinci bir eli də bu şəkildə gəlir, hansı ki bizim bildiyimiz o formanı əmələ gətirir. Bax bu, tam xromosomdur, 2N xromosomdur. 2N xromosomdur, yəni 2 dənə xromatiddən ibarətdir. Bir xromatid budur, bir xromatid budur. Yəni cütdür bu. 2N'dir. İndi, burada bunun mərkəzi var. Mərkəzi hissəsinə də biz deyəcəyik sentromer. Və bu mərkəzi hissələri ilə birləşirlər xromosomlar. Hər bir xromosomun mərkəzi var. O da sentromerdir. Məsələn, burada neçə dənə xromatin oldu? 1, 2 dənə xromatin oldu. Neçə dənə xromosom var burada? 1 dənə xromosom var. 2 xromatindən ibarət 1 xromosom var. Məsələn, burada neçə dənə onda xromosom olacaq? Burada da 1 dənə xromosom var. Burada da bir xromosom var. Burada da bir xromosom var. Amma burada 2N formasındadır. Yəni 2 xromatiddən ibarətdir. 1 xromatid, 2 xromatiddən ibarət xromosomdur. Burada isə sadəcə
bir xromatiddən ibarət xromosomdur. Yəni N xromosomdur burada sadəcə. Bu dediklərimi başa düşürsünüz qızlar? Bəli. Biraz qarışıqdır, amma ümid edirəm ki, davamlı videolara bir-iki dəfə baxmaqla başa düşəcəksiniz. Testləri də işləyin. Testlər işləyəndən sonra lap beyninizdə belə agah olacaqsınız bu məlumatlardan. Bir dəqiqə gözləyin görüm. Bu güvəndə nə var ki, mən onu demədim sizə. Güvəndə qəşəng şəkilləri ilə birlikdə izah olunubdur. Şəkillərə də baxıb lap qəşəng oradan görə bilərsiniz. O şəkillər kitabdakı şəkillərdələr. Endoplazmatik şəbəkə, Golgi, lizosom, vakual uşaqlar. Deməli, bir membranlıdır. Leykoplastlarda ehtiyat qida maddələri vakuallarda toplanır. Bitkilərdə keçmişdik biz onu. Vakus boş deməkdir. Amma vakual haqqında məlumat çox vaxt testlərə düşmür. İç membranlar dedik, xloroplastı dedik, nüvən dedik. Nüvənin də daxili hissəsi, nüvə mayesi karyoplazma adlanır. Karyon nüvə deməkdir. Karyot sözündəki EU yaxşı, karyon nüvə deməkdir. Bir də xloroplastlar bir-birinə çevrilə bilir. Nətər? Məsələn, kartofu biz qaranlıqda saxlayanda kartof yaşıllaşır. Yəni leykoplast olur xloroplast. Sonra payız gələndə xloroplastlar, yəni rəngli yarpaqlar olur qırmızı rəng, narıncı rəng. Onda xloroplast da olur xromoplast. Bu şəkildə plastitlər bir-birinə çevrilə bilir. Hərəkət orqanitlərini dedik. Törəmələr heç. Bu qədər. Oxuyun, öyrənin.